Gəlin əbobun tapılmasının çox sadə qaydasını öyrədim. Biz 70 və 112-nin əbobunu tapdığımız zaman ya standart qayda ilə həll edirik və yaxud da ortaq bir ədəd çıxardırıq. Üçüncü qaydamız isə bu şəkildədir. Əbob, mən kiçik ədədimi çıxardıram buradan. Kiçik ədədimi, yəni qeyd edirəm 70 olaraq. Böyükdən hər dəfəsində kiçiyi çıxıb yazacağam bura. 112-dən 70 çıxdığım zaman 42 alınır. Bu o deməkdir ki, 70 ilə 112-nin əbobu 70 ilə 42-nin əbobuna bərabərdir. Bu isə bərabərdir əbob. Yenə eyni prosesi davam elətdirirəm. 42 yazıram. Böyükdən kiçiyi çıxaram. 70-dən 42 çıxaram, eləyər 28. Mən 42 ilə 28-in əbobunu tapıram. 42 ilə 28-in əbobu yenə kiçik ədədi yazaram. 42-dən 28 çıxaram, 14 eləyər. Bu isə bərabərdir əbob. Kiçik ədədimi yazıram. Yenə 28-dən 14 çıxaram, yenə 14 eləyər. Mən bilirəm ki, 14 ilə 14-ün əbobu 14-ün özünə bərabərdir. Burada bizim məqsədimiz, biz əgər daha fərqli, daha böyük ədədlər verərsə, onların əbobunu soruşarsa, prosesi istədiyim hissəyə qədər apara bilərəm. Tutaq ki, bura qədər davam elətdirirəm. Daha sonra buradan şifayı görürəm ki, 14 alınır. Yəni, məqsəd vaxt itkisinin qarşısını almaqdır.